tam bilmirəm də, yəni tam elə yaşamamışam da, yəni çox yaşamamışam uşaqlığımı. Onu da gənc qız kimi, böyük qız kimi keçirtmişəm. Nəyə görə? Çünki məsuliyyət hiss etmişəm, məsuliyyət olub çiyinlərimdə və mənə də bəzən deyirlər ki, düşüncələrim çox ağır düşüncələrim var. Nəyə görə? Çünki çox dərin düşünürəm, yaşımdan çox qabağa düşünürəm, başqa da düşüncələrim. Amma mənim düşüncəmi eşidəndə, mənim 20 yaşımda da olanda, düşüncəmi eşidəndə deyirdilər ki, nə qəribə fikirdəsən, elə bilsən 50-60 yaşım var. Deyirdim ki, zaten çünki mən insan uşaqlıq yaşayar, gənclik yaşayar, cavanlıq yaşayar, sonra qocalıq yaşayar da. Amma mən də elə atlamışam, nə bilim, gənclik də deməyim də, nə bilim, olğun yaşına atlamışam. Ona görə elə düşüncələrim də, yəni belədir həyatımda, yəni bu.